Yorulmusan. Bir gün mənə yaxın bir insan belə demişdi. Güclü olmağa çalışma, güclü olana sığın. Bilirsənmi, mən də yoruluram. Mən də gecələr bəzən səhərə qədər ağlayıram. Üzərimdə olan məsuliyyətlər sanki ancaq mən məsuliyyətli olmalıymışam kimi tələblər. Bəzən məni də qəbul etməyən insanlarla üzləşirəm. Altından qalxa bilmədiyim yüklərim olur. Verilən suallardan mənim də qaçdığım zamanlar olur. Hər kəs xoşbaxt olsun deyə davamlı stres yaşadığım anlar da olur. Vəziyyəti düzəltmək üçün qabağa keçib qorxsam da danışdığım zamanlar olur. Bəzən mən də qırılıram insanlardan, həyatdan. Mən də mükəmməl deyiləm. Sadəcə sənin kimi Allaha sığınaraq güclü olmağa çalışıram. Əzizim, indi bilmirəm hardasan və kimsən, amma indi səni birgə duaya dəvət edirəm. Gəl dua edək. Çiynindəki yükləri Allaha vermək üçün bu bir fürsətdir. Ağlamaqdan qorxma. Allah sənin göz yaşlarına xor baxmaz. Mənimlə birgə təkrar et. Ey Rəbbim, mərhəmətinə sığınıram. Günahlarımı bağışla. Dünya qarşısında güclü dayanmağıma kömək et. Məni qəbul etməyənləri sən qəbul et və bağışla. Ayağıma daş vuranların daş ürəklərini ətdən olan ürəklə əvəz et. Məni mühakimə edənlərin düşüncələrində sözlərinin nurunu yandır, onları bağışla, mühakimədən azad et. Onların dilinə, sözlərinə, düşüncələrinə xilasını qoy. Məni incidənlərin ürəyini münbit və bəhrəli torpağa çevir. Məsuliyyətlərini birgə daşımaqda mənə kömək et. Yüklərimi yüngül et. Düşüncələrimi təmizləməkdə mənə kömək et. Qırıldığım yerlərimi bərpa etməkdə mənə kömək ol. Məni qıranların ürəyinə öz həlimliyini və mülayimliyini ver. Mən sənə gəlmişəm, amma özümlə məni incidənləri də gətirmişəm. Səndən xahiş edirəm, onlara şəfa ver. Özlərini görmək üçün gözlərini aç, tövbə üçün ürəklərini aç, dərk etmək üçün düşüncələrini aç. Varlığın və isti qucağın üçün sənə təşəkkür edirəm. Amin.